skalar hasil 0 olur müəllimlər. Vektorlar perpendikulyar olanda skalar hasil 0. Zaman aydın mənim vaxt bitdi yoxsa yox? Hələ 4 dəqiqə var. Ha, onda demirəm. 3 dəqiqə var. Ekranda Haydi bakalım. 7 sertifikasiya sualı idi. Hə, aysa oxşuyur onu. Mən onu deyirəm ki, bunları işləyin müəllimlər. Boş yerə demirəm. Zamanı gələcək, deyəcəklər müəllimə. Nə yaxşı dediniz. Baxın görün neyinizəm. Ne olur sesleri bağlayın da. Sesleri. 10x 4 bərabərdir, vurub atıram 4x minus 4. Belə suallar sizə gülməli gələ bilər. Amma valla imtihanda bir dənə belə gülməli sual görəcəksiniz sonsuzda. Asan. 10x-dan 4x-i çıxırsan 6x. Üstə də bir gəlirsən 7x. Bax bundan danışıram. Deməli 13 bu 4 17 bu da 21. Mənfi 21. Mənfi 21 də 7-yə bölürsən mənfi 3. Bu getdi. Buna bir kuş. Hesablayın. Bu da asan sualdır müəllimlər. 2 vur 9. Elə bilirsiniz belə sual gəlməyəcək. Bir dənə zaman belə sual var. Bu da 11. 18 çıx 12 üstə gəl 11. Nəysə 29 çıx 12 o da eləyir 17. A variantı. Sonra qoy bu yerinə sizə başqa sual verim də olar. Hansı sual 2 dənə asandır yerinə başqa sual verirəm. Razılaşdıq? 2 dənə sual su kimi idi. Ona görə onun yerinə ehtimal verirəm sizə. Görüm ehtimal yaza bilərsiniz. Deməli 0, 1, 2, 4 rəqəmlərindən istifadə etməklə neçə dənə rəqəmləri təkrarlanmayan 3 rəqəmli cüt ədəd yazmaq olar. Haydi bakalım 30 saniyə vaxtınız var. Altı. Xeyr, səhviniz var. Rəqəmləri təkrarlanmayan cüt olsun özdə. On saniyədən sonra deyirəm. On altı. Bilmirəm ki. 12 dənə. 12 dənə. Gəlin baxaq. Var mənim? 12 dənə. Bilmirəm mənim. 3 rəqəmli cüt deyirəm mənə. Deməli, ola bilər ədəd 0-la bitər. Rəqəmlər təkrarlanmır da. 0-ı yazıram domikə. 0-ı və yaxud da ki, belə deyək də. Axırda 3 rəqəmin 3-ü də ağlımızdan keçə bilər. Məsələn, 0, 2, 4. Bunlardan birini seçsəm. Məsələn, başda 0 ədədi ağlınızdan keçə bilməz. Yerdə qalan 3 ədədi ağlınızdan keçər. Silərəm birini, gör ki, birini qoydum. Yerdə ikisi qalar. 18 versiya kim tapışdı? O düz tapır. Yaxşı. Mən. Başqa bir sual verin. 18-də 0-ı düşünməlisiniz. Müəllim, xeyr, olmur müəllim. Əvvəl mən tapdım, gördüm elə Bir ödəmir. dəqiqə. Qoy bir dəqiqə baxım. Müəllim, bir dəfə 0-ı qoyaram. Gəlin 6 bir versiya. Bir dəfə bir 2-ni qoyaram. Yox. 2 də var, hə, 2 də var. Bir dəfə də 4-ü qoyaram. Yox. Bir dəqiqə gözləyin. Ədəd 0-la bitsə, eləmi? Əgər ədəd 0-la bitsə. Neçə versiya var? 3, 6. 2. 6 versiya burada. Bu domiklə işiniz olmasın. Ədəd 2 ilə bitsə 18 olur da yenə. yenə də olacaq. 2 ilə bitsə bir dəqiqə 0-la başlaya bilməz ədəd. Yerdə qalacaq 2 versiya. Birini siləcəksən, burada da qalacaq 2 versiya. 4 versiya da burada. Düzdür müəllimlər? Sonra ədəd 4 ilə bitsə 0-la başlayan ədəd ola bilməz. 2 vur 2 dənəsi qalır axı yerdə. 2. 4 versiya da burada.
Elə mi Ənvər? Bəli. Neçə oldu cavab? 14 versiya. 14 versiya daha doğrudur. Bəli. 14 versiya daha doğrudur. Çünki rəqəmlər təkrarlanmır. Gəl başqa bir sual verim. Biraz mənalı idi o. Deməli, A şəhərindən, bax, harada 2 dənə sual işlədi, sizə məsələn 2 dənə, bir dənə, mən sizə ehtimal verəcəm yerinə. A şəhərindən B şəhərinə 3 yol var. B-dən C-yə 4 yol var. Deyirəm A-dan B-yə, B-dən də C-yə getməklə. Qaydanda getdiyi yoldan istifadə etməməklə neçə üsulla gedib gəlmək olar? Gedəndə 12, qaydanda 6. A'dan B'ye ne? 10 saniyə vaxtınız var, səbirli olun, həvəskin. Şərti başa düşmədim mən. A-dan B-yə gedirsən, B-dən C-yə. Sadəcə qaydanda getdiyin yoldan istifadə eləmirsən. Neçə üsulla gedib qayıtmaq olar? 72 mən. Bilmirəm müəllimə. Keçirəm izaha. A-dan B-yə 3 yol var, düzdür müəllimlər? B-dən də C-yə 4. Qaydanda getdiyi yoldan istifadə eləməsin. 4 yoldursa, birini əskildirəm 3 yol. 3 yoldursa, birini əskildirəm 2 yol. 12 vur 6. 72 üsulla. Kim tapmışdı? 72 o düz tapır. Sonra. Müəllimə bir də eyb yox. Müəllimə Mən şey başa elədim də. Bax, gedəndə necə getdi? 3 vur 4. Qaydanda bir vahid azaldıram da. 4 idisə 3 olur. 3 idisə 2 olur. Vurursan 72. Çünki mən Qaydası belədir. Müəllimə, orada şərtə qulaq asın da. Mən orada dedim ki, qaydanda getdiyi yoldan istifadə etməsin. Ona görə də oldu. Qaydanda, elə bir qayda, məsələn, bu yolla getmişəm, müəllimə, qaydanda görürəm ki, bunu çəpərləyiblər. Doğru, mən o ilə gedə bilmərəm axı. Məsələn, gedəndə görürəm ki, 3 yol var, ağlımda 3 yol keçirir, hə? Qaydanda görürəm bunu çəpərləyiblər, deməli, mənim ağlımda 2 yol qalacaq. Ona görə də qaydanda desə ki, qaydarkən getdiyi yoldan istifadə etməsin, onda bir dənə azaldarsınız. Anladınız mı? Müəllimə, başa düşdünüz? Bəli, müəllimə başa düşdüm. Müəllimə, burada da 630%-ni tapıram. Yenə də asan sualdır, qoyun sizə maraqlı bir sual verim. Sayın görün bu şəkildə neçə dənə çıxacaq var. Harada asan sual görsəm, yerinə bir dənə ehtimal verirəm. Razılaşdıq? Buyurun, neçə dənə çıxacaq var? Otuz 20 saniyədən sonra keçirəm izah. Zamanətim mənim səs edərsiniz. 27. 27. 27. 27. Azman baxa. Ya. Evet. Hiç de vermemler. Ha. Bakalım ben. Deyir ki, bir, iki, üç, 2, 3, 4, 3, 4, 5. Çünki bu tiplərdə mən bunun adını qoymuşam. Nə qoymuşduq bunun adını müəllimlər? Kələ-kötür. Yoxsa əyri-üyrü qoymuşduq. Nəsə bir-bir ad qoymuşduq. Əyri-üyrü. Bax, 1 ilə başlayır. 1, 2, 3. Aşağı düşəndə 2 ilə başlayır. 2, 3, 4. Nə olar, o səsləri bağlayın. Lap aşağı düşəndə 3 ilə başlayır. 3, 4, 5. 6.
9. Bu da 10. Kimin telefonunda echo varsa, xahiş edirəm başqa bir təzə telefonla, nə bilim, evdə başqasının telefonu ilə qoşulsun. 15 dəqiqə 12 eləyir 27. 27 dənə uzaq var. Müəllimə, bayaq 3 bucaq kimi dedinizsə, bu ondan deyil elə. Bayaqki nərdivan qaydası idi müəllimə. Bu kələ kötürdü, əyri-üyrü. Bax, bayaq dediyimiz nərdivanı idi. Məsələn, 1, 2, 1. Buna biz nərdivan deyirik. Bax, müəllimə, Bəli. buna biz əyri-üyrü deyirik. Bax, beləyə. Sonra bayaq sizə də birini izah elədim, yıxılan, dayanan. Onun da qaydası bir başqaydı. Bax, diqqətli olun, bir neçə növü var bunun. Sonra qonşu bucaqlardan biri digərindən, müəllimə, qonşu bucaqlardan biri digərindən 54 dərəcə böyüksə tənlik qurursunuz. X plus 54 bərabərdir 180-a. Elə? 2x bərabərdir 126-ya, x də bərabərdir 63-ə. Böyüyünü tapdıq elə 63 üstəgəl 54. Bu görüm düzmü elədim orada? 117. Bir dəqiqə 126, 126-nı 63 düz yazdım da, hə. 117 dərəcə. Düz tapmışdım. Yenə də müəllimlər asan sualdır. Olar bir dənə ehtimal verim yerinə. Bəli, müəllimə. 5 portağalı altı şagirdə, bax qulaq asın, qəşəng gələ bilər bu suallardan, 8-ci sinifdə keçirir bu. 6 şagirdə neçə üsulla vermək olar? Yadınıza gəlir, demişdim, yeriyən, dayanan vermək olar. Yadınıza salın, yıxılan, dayanan. 30. 30 müəllim. Xeyr, elə yoxlamış. Üstü olacaq da müəllimə. Yeriyən, dayanan. 6 üstü 5. Ay, sağ ol. Yeriyən, dayanan. Dayanan uşaqlardır. Mən də əlimdə portağal paylayıram. 6 üstü 5-dir. Əslində onun izahı bilirsiniz nədir? Bax, 5 dənə portağalım var, eləmi? Portağallarımda. Elə bir portağalın birini əlimə alanda 6 uşağın 6-sı da gözümün qabağına gəlir. İkinci portağalda da elədir. O biri. Elə ki, hər portağal əlimə aldıqca 6 uşağın 6-sı da ağlıma gəlir. Ona görə də 6 üstü 5. Və belə bir qayda yaranır ki, yeriyən, dayanan. Dayanan uşaqlardır, yeriyən portağaldır. Və yaxud da ki, poçt məktub var, o qaydalarda da elədir. Məsələn, deyirəm ki, əlimdə 8 məktub var. Amma diqqətli olun, mən demirəm ki, hər qutuya ən az bir məktub. O sözü deməmişəm. 8 məktub var, 7 dənə də poçt qutusu var. 7 dənə yox, məsələn, 9 dənə də poçt qutusu var. 9 qutu. Laf olsun 9 olmasın, 7 olsun. Heç bir problem yoxdur. Deyirəm ki, yox, qoy poçtun, məktubun, qutunun sayı çox olsun, 9, hə. Neçə üsulla paylaya bilərəm? Dayanan qutudur, yeriyən məktubdur. 9 üstü 8. 8. Yaxşı xeyli təkrarladıq, hə, müəllimlər bu gün. Bəli, müəllim. Sonra 5-ci sual A kubu minus B kubudur. X minus 3. Valla sertifikasiya elə bu tipli gəlmişdi. Prosta müəllimlər özlərini qoymuş. Yəni belə axşamlar iş görəndə bizə bunu işlədin də dinamika. İşlədirəm. Prosta siz məni hissləndirirsiniz. Qrupda çox səs küy salırsınız bəzən. Ona görə mən avtomatik çıxıb gedəsi oluram işimə gücümə. Siz nə işləyəndə yaxşı işləyirsiniz. Mən işləyəndə də əlbəttə ki, məsuliyyətli olursunuz. Prosta mən istəyirəm ki, dərsdə eləmirsiniz, düzdür, amma arada olur. Mən məsələn deyirəm, ay filan kəs müəllim, suala cavab ver. Camaləddin müəllim qalır orada, məsəl üçün deyirəm, Camaləddin müəllimdən hamı düz deyil, sağ olun ya Allah, bilirsiniz, super, sevdim sizi. Amma olmaz axı. Təzə gələnlər də onlar bizdə. Valla təzə doktor elə köhnələr, yazıq təzələrin adı çıxır. Təzələr sakitcə durub. Təzə yazıq təzə. Biz heç nə eləmirik, elə dinməz durub qulaq asır. Allah quşaqdan Təzə qəribik biz. Qəribik, hə? Yaxşı, bax, özünüz bilin, məndə enerji qoyun ki, mən sizinlə dər. Mən belə yorulan adam deyiləm, Prosta siz adamı istəndirəndə avtomatik... Mənim 6-yı verməmişdiniz, bu tərəf vermişdiniz, ondan sonra... Bunu işləməyim. Onları görməmişdiniz. Mən söz deyə bilərəm. Altını işləm. Səhv atıram, keçirəm izaha. Müəllimlər, vektorlar perpendikulyardır. Mən izah edeyim, qutarım, nə sualınız var, sonra verin.
İki vektor perpendikulyardırsa skaler hasil sıfıra bərabərdir. Skaler hasil nədir? X1 vuraq X2, üstə gələk Y1 vuraq Y2 bərabərdir 0. 4M bərabərdir -4-ə, M-imiz də -1-dir. Yəni B variantı. Sonra funksiyası verilmişdir. Deyəsən bu törəmə işarəsidir. Yəqin ki, törəmədir. 4-də 1 x kubunun törəməsi 3x kvadratı. X kvadratının törəməsi 2x-dir. Müəllimə, qulaq asın. Vura, üstə gələk 8 vurulsun. X üstə gəl 2-nin kvadratını kimin ürəyi istəyirsə, əgər çətinlə gəl. Əslində mənim dediyim yol rahat olacaq. Kimin ürəyi istəyirsə x kvadratı üstə gəl 2x üstə gəl 4 kimi yazıb 8-ə vursun, sonra törəmə yazsın. Amma mən eləməyəcəm. Mürəkkəb funksiyanın törəməsi kimi 2-ni gətirəcəm qabağa. 2 x plus 2. Bir də təzədən x plus 2-nin törəməsi onsuz da 1 verəcək də. Vur 1. 28-in də törəməsi 0. Aparın yerinə -2 qoyun. 4-də 1 vurulsun 3 vurulsun 4. -2-nin kvadratı 4-də axı bu getdi. Üstə gələk 2 vuraq -2. -4. Üstə gələk 8 -2 qoyuram da. -2 qoysam burada 0 eləyəcək. Müəllimlər, mən cavabı aldım -1. Всё, gördünüz? D variantı. D da tata. Müsbət. A və B ədədləri üçün aşağıdakı bərabərlikdən hansı doğru deyil? Bu asandır müəllimlər. Toplayırsan da əsasları vuranda üstlər toplanır. Bu da doğrudur. Hə, bu səhvdir bax. Bu bunun qüvvətində deyil ki müəllimlər. Bu səhvdir. Bax məsəl üçün bu A üstü 10-da 1 deməkdir. Bu düzdür 10-cu dərəcədən. Bu da düzdür A üstü 6-da 1. Səhv olan bax bu 7. Gəlin bu asan sualı. Bunun yerinə ehtimal verim. Hə müəllimlər. Deyirəm ki, çevrə üzərində bax. Neçə nöqtədir bu? 7 nöqtə qeyd olunubdur. Təpə nöqtəsi, bax bu A-nı qeyd edirəm. A olmaqla neçə dənə üçbucaq yaratmaq olar? Təpə nöqtəsi A olmaqla bu nöqtələri birləşdirməklə neçə üçbucaq yaratmaq olar? Müəllimlər, bax görürsünüzmü? Sizi məcbur elədim ki, A-nı zaten seçmişəm. Deyirəm təpə nöqtəsi A olsun. Yəni A-nı seçmişəm. Üçbucağın 3 təpə nöqtəsi var. Bunlardan A-nı mən məcburi seçmişəm. Sizə qalır ikisini seçmək. 1, 2, 3, 4, 5, 6. Kombinizon 6-dan 2. Yazmışdınız müəllimlər? Bəli, müəllim. Ay sağ ol. Vuraq 2 faktorial. 15 dənə üstündən. Qutardı getdi. Sonra 13-cü sualı deyirəm. Müəllimlər 13-cü sualda asandır. Əvəzinə ehtimal verəcəm. X-i çıxardıram x minus y bərabərdir 4-ə. Müəllimlər x minus y 4-dür. Gətirib keçən düşmüşdü də belə bir sual. X vuraq 4 bərabərdir 4-ə. X-iniz də 1-dir. X-iniz 1-dirsə, y-iniz -3-dür. Baxın, yerinə qoyanda tapılır. Bir-birinə də vuranda -3. Dadaş variantı. Всё. İndi yerinə ehtimal verirəm. Razılaşdınız? Ehtimal seçiminə gəldi. Deyirəm torbada 3 ağ top var. 7 dənə də qara top var. 7 qara top var. Torbadan çıxarılan topun birinin ağ. Amma qaytarmıram ha. Birinin ağ. Birinci demirəm ha müəllimlər. Digərinin qara olma ehtimalını tapın. Qara olma ehtimalı. Qaytarmamakla. Qaytarma. Haydi bakalım. Gel bunlarla. Haydi gel. Tamam, ben de saçlayayım ben.
Müəllimlər neçə top çıxarsın dedi. Bilmədik. Bir. Birinin ağ, birinin qara. Hə, 2 top çıxır da. Hə. Sağ ol. Qaytarmamaq şərti ilə. Qaytarmamaq deyirəm ha, diqqətli olun. Müəllimlər 10 saniyədən sonra çəkəcəm izaha. Fikirləşin bunu. Baxaq müəllimə. Baxarım müəllimə. Müəllimə baxar. Müəllimə baxaq. Müəllimlər, vaxtilə mən ibtidai müəllimlərə Azərbaycan dili dərsi deyirmişəm. Xəbəriniz olsun. Kitablarımı düzləyəcəm, tapıram. Deməli, müəllimlər, sizdən bir kömək istəyəcəm. Deməli, inşallah kitabım nəşrə gedəcək yaxın günlərdə. Şu tam yoxlayıb bitiririk. Bir dənə həmin kitabı paylaşacağıq Instagramda, TikTokda, nə bilim YouTube'da. Kitabı reytinqə salmaq lazımdır. Amma gözəl kitabdır, həqiqətən reytinqə dəyər. Deməli, mən kömək eləyərsiniz. Deməli, inşallah müəllimlər, mən bir dənə kömək eləyim. Sual belədir. 3 qara, 7, 3 ağ, 7 qara deyirəm. Qır səslər kimdədir? Bu səsləri bağlayın nə olar? Hə, deyir birinin ağ. Mən düşünürəm ki, bəlkə birinci ağdır. Bəlkə də. O biri də qaradır. Topu geri qaytarmıram axı. Və ya, nə bilirsən, bəlkə birinci ağdır. Biri qaradır, o biri ağdır. Başa düşdünüz müəllimlər məni? Aydındır? Birinin sözü olanda və ya nəzərinizdən çıxmasın. Başa düşdükmü bunu? Bəli. Topu qaytarmayam deyə azaldıram da. Nəsə, hesablama hissəsi də sizdir. İndi müəllimlər, bitirin növbətiləri. 6-cı sualdan lap istəyirsə sizin üçün quş qoyum. Bu tiplər gələcək. Bundan o yanası gəlməz. Yəni, model olaraq görəcək bunu Arzu müəllimə ilə işləmişdik. Bax, belə bir şey deyəcəksiniz. Buyurun müəllimlər. Davam edin müəllim. 5 dəqiqə bəsdir. Asan suallardır. Başlar. Baxaq suala. Deyir ki, kosinus alfa 5-də 3-dür. Bu da 0-dan mənfi pi bölgü. Mənfi 90 dərəcə hara düşür? 4-cü rübün bucağında. 4-cü rübdə də kosinus nədir müəllimlər? Müsbətdir. Gözləyin. Kosinus alfa nədir? Bitki bucağın hipotenuza nisbəti. Pifagor üçlüyünə görə burada 4-dür. Katanges nədir? Bitki katetin digər katetə nisbəti. 3 böl
Nə idi? 4-ə. Özə nə ilə? Mənfi ilə. Düzdür müəllimlər? Qatan çünki 4-cü rübdə mənfidir axı. Sonra baxın. Bax bu sualı mən bilsiz necə yazaram? 2 üstü 2. Bax söhbət gedir şeydə nədir onun adı? 7-ci suala. Tamam müəllimlər. Bax 2 üstü. Bax bunu belə yazaram. 2-nin kvadratı vuraq 2 üstü x. Elə? 4 dənə 2 üstü x. Heç mən nə loqaritma ilə gedirəm, nə bilim nə ilə, heç nə ilə getmirəm. 2 üstü x. 4 dənə 2 üstü x-in üstə, bir dənə 2 üstü x gələndə neçə edir? 5 dənə 2 üstü x. Yazılmır. Mənim Hə. ekranda görünmür. Hə, bir dəqiqə bu bir karandaşla yazıram ona görə. Hə. Bax məsələn baxın, 2 üstündə 2 plus x-i belə yazıram. 2-nin kvadratı 4-də, düzdür? 2-nin kvadratı vuraq 2 üstü x. Yəni 4 dənə şeydir. 2 üstü x üstə gələk 1 dənə 2 üstü x bərabərdir 20-yə. O da nə deməkdir? 5 dənə 2 üstü x bərabərdir 20-yə. 2 üstü x bərabər 20-ni 5-ə bölürsən 4. 2 üstü x bərabərdir 2-nin kvadratına. Deməli x bərabər oldu 2-yə. Şu. Gördünüz mü? Nə qəşəng. Bəli. Loqaritmasızlıq. Arzu müəllimə, sınav göndərmişsə bu tipdədir sınav. Hansı? 60 suallıq toplu tipində. Bəli. Müəllim, 60 sual konkret topludur. Kim özünü yoxlamaq istəyirsə gəlsin. Həqiqətən 30 bal yığsaz bilin ki, orada topluda imtahanda da 30-u keçə bilərsiniz. A3-ü tap deyir, ay müəllimlər, asan bir sualdır. A3 bərabərdir A1 vuraq 2-nin kvadratı. İndi bu rahat sual olduğuna görə əvəzinə başqa sual verəcəm. Razılaşdıq. 2 vur 3, o da eləyir 6. Qutardı müəllimlər. Cavab 6-dır. Neyse, indi keçirəm bir dənə safran sual ehtimal sual verməyə. Deməli, qoy görüm bir dənəsini fikirləşim özümlə. Hə, qoy belə bir şey olsun. Tospik verəcəm. Spağa. Bax, spağa. Bu da düzbucaqlar da, indi mən pintizəm. A nöqtəsindən B nöqtəsinə neçə üsuldan gedər? 30 saniyə vaxt var. Beş. 126. Bitirdim ben. Bəli, müəllim. Gelin müəllimə, gelin. Sizi koymadık, işinizi görmək. Geliyorum. Baxın mənbər. Tospik dedik axı düzbucaqlı düzbucaqlı çəkəndə zapravka edir. Zapravkası hardadır burada? Düzdür? Nə qədər oldu? 4 dənə buradan, 5 dənə buradan. 9 faktorial bölək 4 faktorial vuraq 5 faktorial. Gördünüz mü müəllimlər? Bunlar fara gedir. 6 vur 7 vur 8. 4 faktorial da nə demək? 24 hələ. Vur 9. 9 niyə ki? Hə, vur 9 da var. 9'a gelir. Bir dəqiqə. 5-ə qədəri getdi. Yox, ay mən düz gedirəm də. 5-ə qədər aparmışam da. 6 vur 7 vur 8, hə vur 9 da var. Bu da neçə eləyir məndən? 48 böl 24 2. 26. 14 vur 9. Səhv vurma hesablamayıb aparmadımsa. 14 vurdu. Düzdür müəllimə, düzdür. 126 dənə. Qutardı getdi.
Aşağıdakı sual da asandır. Bir dənə ehtimal verəcəm yenə də yerinə. 4x kiçikdir. 13-dən mənfi 13-lə 5-i toplayanda mənfi 8. X da kiçikdir. Deməli, mənfi 2-dən. Mənfi. Mənfi sonsuzluqdan mənfi 2-yə qədər. A variantı. Bu asan sual idi. Gəlin onun yerinə bir dənə ehtimal verim yenə. Ehtimal seçimdə. Bax, deyirəm ki, bir dənə A çoxluğu verirəm. Bir daha çoxluğu verməyim. Dedim axı ehtimal verəcəm. Yəni ehtimal seçimində belə deyil. Bax, bu düz xəttin üzərində 4 dənə nöqtə var. Burada 3 dənə nöqtə var. Bu nöqtələri birləşdirməklə neçə dənə üçbucaq yaratmaq olar? Buyurun. Saniyə baxlar. Baxaq. Baxaq müəllim. Bir saniyə mənə. Deməli vətəndaşlar. Neçə üçbucaq qurmaq olar? 4 nöqtədən birini götürərəm, təsəvvür edin. Kombinezon 4-dən 1. Aşağıdan da 3 dənədən ikisini. Üçbucaq üçün mənə 3 dənə nöqtə lazımdır. Və ya. Yuxarıdan ikisini götürərəm. Kombinezon 4-dən 2, aşağıdan birini. Yazmışdınız mənimlə belə. Bəli müəllim. Ay sağ da deyim. Cavab nədirsə o. Qutardı getdi. Sonra nə vermişdim sağdan? Rombun tərəfi 6, iti bucağı 45-dir. Sahəsini tapın. Müəllimlər, rombun sahə düsturları hansılardır? Diaqonalları hasinin yarısı var. Tərəf vuraq h var. Bir də şey var. Nədir onun adı? A kvadratı vuraq sinus alfa var. Deməli, indi bizə burada işimizə yarayan A kvadratı vuraq sinus alfadır. 36 vuraq sinus 45. Yəni kök altda 2 bölü 2-dir. Sinus 45 kök altda 2 bölü 2-dir axı. O deyir 18 kökdə 2. Aydındır vətəndaşlar? Yaz. Rahat saldı. Bəli. Sonra 15'ə baxaq. D bərabər də AB böləsi ABC müsbət ədədlərdir. Əgər A-nı 10 dəfə artırıb, mənlər A bölünəndir. Deməli 10 dəfə artım olar. C-ni 2 dəfə azaltsaq, C böləndir, tülkülük eləyir. Yəni tərs mütənasib asıllıq var. C-nin 2 dəfə azalmağı əslində cavabın 2 dəfə artımıdır.
Onda necə dəyişər? 20 dəfə artar. 20 dəfə artar. 10 vuraq 2 bu şeylərdə dəfə ilə işləyirlər. 20 dəfə artar. Qutardı. Və salam müəllimlər. Müəllimlər gecə saat 2-yə qalıb. Mən səhər 6-ın yarısı dərsə duracağam. Nə olar yadınızda saxlayın. Bax. Ya da hələ yazın da bu burada kitablarım var. Onları yığacağam. Onu sərə yatmıram. Gəlin yazaq. Kimin yoxsa gəlir ki? Hə? Onu sərə mən burada kitablarımı Müəllim, yığacağam. yazaq. Nərman Gəlmir ayrılmaq yoxmuş. istəmirik, yazaq. Hə, yazın. Onsuz da mən burada kitablar yığıram. Yəni sizə ad boy versəm də mən hələ ki yatmayacağam. Bunu yazın. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Müəllim, nə qədər vaxt verim mən sizə? 12 dəqiqə vaxt verim də, hə? Mən də ona kimi qablarımı yuyaram. Yazın, yazın. Deyir ki, A nöqtəsindən çevrəyə 2 dənə AB və AC toxunanları çəkilmişdir. Məncə bunlar bir-birinə bərabər də bilirsiniz. Onlar arasındakı bucaq 90 olarsa, deyir AB-ni tap. Qoy görüm ay müəllimlər. Onlar arasındakı bucaq 90 olarsa AB-ni tap. Necə tapa bilərəm? BC-ni müəllim. BC-ni tap. Bərabərdir oradan. Onlar bir-birinə bərabər bu heç. Bu 90. AB 4-dürsə, Yeni verir. müəllimlər bu da 4-dür. Bizə də biz BC-ni tap deyir. 4 kökdə 2. Fagordur, nə müəllimlər? Bunlar biz hə, buradan birləşdik ki, toxunanlar bir-birinə bərabərdir. Aşağıdakı hökmlərdən hansı doğru deyil? Hansı yazmısınız? Deyin görüm düz yazmısınız yoxsa yox. Mən E yazmışam. Konusun həcmi Eydi müəllim. Orada oturacağının 3-də 1 sahəsində olmalı. 3-də 1 H vuraq S oturacaq Aysa. Yevayat səhv. Tənliyi həll edin. Müəllimlər, kosinus kvadratı x-in yerinə yaza bilərəmmi? Deməli, 1 minus sinus kvadratı. Sinus kvadratı. O da bilirsiniz hardan irəli gəlir. Yəni, kosinus kvadratı x üstə gəlsin sinus kvadratı x 1 deyil müəllimlər. Oradan yazırıq da. Üstə gələk 3 sinus x bərabərdir 3-ə. Nəysə, hər tərəfi mənfiyə vursaq, sinus kvadratı x minus 3 sinus x minus 1 mənfi 3-ə vursam bu tərəfə keçir müsbət 3 bərabərdir 0. Sinus x-a t kvadratı deyə bilərəm də. T kvadratı minus 3t plus 2 bərabərdir 0-a. T minus 2 müəllimlər t minus 1 vuruqları ayırıram da. Deməli kökümüzün biri 2 olur, biri b. 2 kənar kökdür. Denən niyə? Çünki sinus x 2 qiymətini ala bilməz. Amma sinus x 1-i ala bilər. Bir də özəl durumdur. Sinus 1-i harda alır ay müəllimə? 90-da alır. Bəli. Pi bölü 2 üstə gələ 2 pi qalır. Yox, 90 dövrdən 1 alır ki, yox. Nə danışırsınız? Dövrü 90 deyil. Müəllim, sinus 1-i bir dənə pi bölü 2-də almır. Yox, dövrünü soruşuram. Dövrü 2 pikadır. pi kadır da 2 müəllim. pikadır. Dövrü 2 pik. Hər 360-dan 1 alır. Mən bunu soruşuram. Bəli, 361-dan 1 1 alır. bölü 2 2 pi üstə alır. gəlsin 2 pika. Hardadır? Kadı daxildir zeta. A variantı. Sonra hansı idi? 19-u vermişəm elə. Tənliyi həll edin. Müəllimlər, bir dəfə hər birini 0-a bərabər edək. X minus 1 bərabərdir 0. Amma bir şey unutmayın. 3x minus 11 eyni zamanda böyükdür 0-dan olmalıdır. Düzdür? 3x böyükdür 11-dən. X də böyükdür 11 bölü 3-dən. Sizcə x bərabərdir 1 qiymətini ala bilər? Olmaz müəllim, kənar Olmaz. kökdür. Ay, Ödəmir. Bəli, onu yoxlamaq lazımdır. Gedək indi bu birini eləyək. Loqaritma, bunun əsası 10-dur da bilirsiniz. 3x minus 11 bərabərdir 10 üstü 0, 1 deməkdir. 3x bərabərdir 12-yə. 12-ni 3-ə bölürsən 4. Həqiqətən də x-imiz də 3 tam, deyim də sizə 4 tam 3-də 2 daxı müəllimlər. X böyükdür. Nədən müəllimlər? 4 tam 3-də 2-dən. Sizcə 4-ü ala bilər müəllimlər? Müəllim 4 tam deyil, yox 3 tam 3-də 2-dir. 3 tam 3-də 2-dir müəllim.
Bircə dəqiqə. Niyə ki? 11-i, 11 mən niyə 13 yazmışam? 3,2. Kağıtdan oldu mu? 11 Müəllim saat 2-dir. Yatıb baş. Keşke müəllim Yo, özü. nə başım yapıb eləməyib. Mənim istəmirəm işim var. Prosta mən 13 yazmışam ora çaşıb nədənsə. 3,3. Elə mənim başıma ayaq vaxtıda bəzən elə texniki səhvlər eləyirəm. 3,2. Hə, vəsə 4-ü də olur da müəllimlər. Bir variant. Deməli, sonra gedirik hansına? Müəllimlər. Hə, saat 6-ın yarısı dərsə duracam. Yəni yatma ehtimalımız yoxdur bizim. Mən yorulmuşam. Günün Gözlərim sağlığı. yorulmuş. Bir topa adamın başı xarab olur. Aynen bizi də icazə verən yatan siz də gedin yatın. Yazıq. Və bunlar Sıfırdı bu deyildi. akşam. Məmər kosin sabah dincələrsiz deyənin. Kosinus 2x, deməli nəyin törəməsi kosinus 2x-dir? Sinus 2x-in. Gözüm çıxdı hemen. Bölək 2. İndi aparaq x-in yerinə pi bölü 4 qoyaq. Kubu olur, pi-nin kubu 64. Yaxşı, qoy bunu da qutaraq. Sinus, məmər pi bölü 4 qoysaq, 2 ilə ixtisar geçsə pi bölü 2-dir də. O da 90-dır. Sinus 90-da da 1 verir. Görün bu cavab harda var? Cücə variantı. Cıda. Neyse. Onsuz da 0'da qoyanda zaten 0 eləyir. Leibniz'də də bir dəfə bunu qoyur. Pi bölü 4'ü qoyursan, bir dəfə də 0 qoyursan, çıxırsan bir-birinə. Ona ihtiyaç yok. Yəni yəni ehtiyac yox idi, amma əslində Leibniz idi də. Bəlkə ola bilərdi sərhəd 1 olardı. Funksiyanın təyin oblasını tapın. Bir dəfə kökaltı ifadə böyüdü bərabərdir 0 və bir dəfə də 2x plus 1 mənlər böyükdür 0 olmalıdır. 2x böyükdür mənfi 1-dən, x də böyükdür mənfi 2-də 1-dən. Bunu da böyükdür bərabər 0 götürsək, 2x üstə gəl 1 böyükdür 10 üstü 0, yəni 1-dən. 2x böyükdür bərabərdir 0-dan. Elə 0-dan mənlər x böyükdür bərabərdir 0-dan. Mənlər x böyükdür mənfi 2-də 1-dən. Düzdürmü? Mənfi 2-də 1-dən. Bir də x böyükdür bərabər 0-dan. Mənlər 0-dan sonsuzluğa. Razılaşdınız məndən? Dadaşlar. Çünki yolu çıqa olabilir. Sıfır daha var. Qoy bunu da deyək gedək də axırıncılar düşək. 22-yə baxın. Hər tərəfi kvadrata yüksəldin kökdən azad eləmək üçün. X üstə gəl 5. Mənlər o yüzden tullayaq. X kvadratı minus 3x çıx 4 bərabərdir 0. X minus 4 x plus 1 bərabərdir 0-a. Birində 4 alıram, digərində mənfi 1 alıram. Mənlər kökümüz mənfi 1 ola bilməz. Denən niyə? Gətirib bura qoysan, mənfi 1 çıx 1, mənfi 2 eləyə bilər. Kökaltı ifadə mənfi 2 eləyə bilər. Bu ödəmir, kənar kökdür. Aydındır mı müəllimlər? Bir dənə ödəyən 4-dür. Yaz. Vətəndaşlar, diqqətli olmaq lazımdır sual işləyəndə. Yoxlayın, görün, ödəyir, ödəmir. Yatdınız? Yok müəllimə yatmamışım. Gəlmədi. Özdə hamısı qadın müəllimlər oyaq deyə, kişilərdən cəmi 2 dənədir. Yox, Qadın müəllim hamısı oyaqdır. yox, kişilər oyaq deyil əslində. Prosta kişilər Yazıqlar, cəmi 2 dənə kişi daha müəllim oyaq qalar. Bax, Cəmaləddin müəllim Orada oyaq. 2 dənədən elə qrupda kişi. Yox, niyə Famil müəllim var, sonra Cəmaləddin müəllim deyən müəllim deyəsən yoruldu getdi. Ay müəllim, buradayıq, yatmamışım. Hazırıq. Hə, Rahat buna olmayın. Sizi eşitdik, tək varıq. Buradayıq müəllim, narahat. Hə, Cəmaləddin müəllim, siz dəvət edən müəllim yəqin yoruldu getdi. Dedi, bu nədir? Hacı müəllimə, Bəli. mənə yazır ki, mən 1 saat dərsdə dözə bilmirəm. Mən 4 saat dərsdəyəm. O mehman müəllim olar. Bəli, bəli. Müəllim deyin ki, əlavədir də. Əlavə işləyir. Niyə mən 1 saatdan artıq dərsdə dözə bilmirəm? Nə deyir? 4 saatdır dərsdəyəm. Denən öyrəşəcəksiniz. Get elə bil ki, müəllim cəmaatın bədəni keyir, öyrəşir. Əvvəl Şahmar müəllim də öyrəşmirdi, yadınıza gəlir. D bərabərdir B kvadratı minus 4AC. 4 9. 2 müxtəlif kökü varsa diskriminant böyütü 0 olmalıdır da müəllimlər.
A minus 6, A plus 6, müəllimlər. Həm də elə bir işlədikcə adam vərdiş eləyir. İstərsəməz öyrəşirsiniz. Keçən il müəllimlər yazıqlar nə qədər xoşunuzlar. Sonra müəllimlər şükür Allaha. Bax, indi onlar rahat yatırlar, siz narahatsınız. Amma vaxtında siz də narahat olsaydınız, indi bax, bugün siz də onlar kimi rahat yatardınız. No eybi yox. Hər şeydə bir xeyir var. Burası çıxacağınız var ya, dayda nə qədər pul ödəyəsiniz. 7 qoyursan, müsbət. Yalan deyirəm sənə, yalan. Mən bilmirəm. Valla çıxacağınız var da. Mənfi sonsuzluqdan mənfi 6-ya, 6-dan sonsuzluğa. Mənlər cücə variantı. Ödədi də. Ben halalınız olsun. Size ne pul ödeyirik ki? Halal hoşunuz olsun. Burası deyirəm də, yəni oturub yatardınız da evinizdə. Vaxtında hazırlaşmaq lazımdır. Mənlər görün burada nə edəcəm. Bax, bu toplulda da məşhur suallardan biri idi. Sonra onu çıxartdılar, yadınıza gəlirsə. Deyim, nə idi o? Bax, bu. Hangisi 2-də 1 alfa kimi baxacaq ona? Yadınıza gəlir bu qayda? Arcsinus 13'də 5'e alfa kimi baxarıq. Alfa. Tangens Tangens. alfa kimi açarıq. Tangens alfa bölü 2 kimi açılır. Alfa bölü 2 kimi açarıq. Amma alfa buna deyirik də. Belə bunu elə bir şey müəllimə. Bəli. A'nın şeydir, nədir onun adı? Bir dəqiqə. Bunu A'nın qarnına yazaq. Qoy müəllimlər rahat görsünlər. Gördünüz? Yarım arqument kimi açarıq. Aysa. Tangens alfa bölü 2'nin bir də müəllimə düsturunu mənə deyin görüm. Nətər idi o? Tangens. 2 tangens alfa bölünsün 1 minus tangens kvadratı alfa. 2 tangens. Yox, ay müəllimə. O 2 tangens alfanın. Sinüs alfa. Hə, Bölmek bir burada. sinüs kosinüs alfa. Onun da ismi. Yox, tangens alfa bölü 2'ni deyir. Yəni, Necədir müəllim? İnanmıram. sinus alfa. Deməli, yanmayın müəllimlər. Allah bizim əziyyətimizi etməyəcək. Səbirli olun. Sinus alfa. Müəllimə bunu üçbucaq qaydası ilə olardı da. Arksinusu tangensə gətirib yazmaq olmazdı. Yox, hələ yox. Hə, bu düsturu yazmamış olmaz. Axı müəllimə, tangens alfa bölü 2'ni hara yazım da mən? Bunu yazmasaz olmaz müəllimə. Kosinus alfa. İndi bundan sonra siz deyəndi müəllimə. Minus olur müəllimə. Pilustu, pilus. Pilustu ben. Müəllimə pilusdur. Nənəmiz 4 pilusdur. Gələk. Bax müəllimə, indi bundan sonra siz deyən Pifagor üçlüydür, razıyam. Sinus alfa nə idi? Qarşıdakı katetin hipotenuza nisbəti. O da burada 12'dir də Pifagor üçlüyünə görə. Sinus alfa nə verir bizə? Verir nədir onun adı? İndi gözləyin. Arcsinus alfa gətirib. Alfanın yerinə, müəllimlər, alfanın yerinə arcsinus alfa qoyuruq. Siz də bilirsiniz, axı belə bir şey keçmişdik. Sinus, arcsinus olanda bir-birini yerdə aparır deyə. Bu 13'də 5'dir. Yerinə qoysaz da 13'də 5. 1 üstə gələk. Aşağıda isə müəllimlər. Aşağıda kosinus alfa. Kosinus belə bir şey yazacağam. 13'də 12. Bir dəqiqə. Bir dəqiqə müəllimlər. Ben görüm bu niyə belə əlimə dişir mən. Hə. Burada da yazıram 1 kosinus arc sinus 15'də 13. Düzdür müəllimlər? Sinus 13'də 15. 13'də 5 daha doğrusu. Neyse, mən də bilirəm ki, sinus 13'də 5'dirsə, kosinusumuz nə verir? Kosinusumuz verir 12 bölü 13. Elə mi? 12. Bəli. Deməli, sürətdə yarandı. Nə pis də pinti yazdım. 13'də 5. Aşağıda da yarandı. 1 üstə gəlinsin 12'də 13. Elə mi? Yes, vətəndaşlar. Belə bir misal aldım da müəllimlər. Niyə səssiz çıxmır? Yatdınız? Getdim. 13'də 5. Aşağıda da yarandı 12'də 25. Bu da eləyir 13'də 5 vuraq 25'də 12. 5'ə böldüm 65'də 12. Var mı müəllimlər belə bir cavab? Var. Yok takmam. Ağardasa səhv elədim. Ben böyle Müəllim, orada sinus alfa çıx 1 olmalıdır öyle. Bizi də müəllimə, bir dəqiqə mən çaşdırmayın. Qoyun düstur səliqəli yazın. Bizə saniyə, o da bizim yorumumuz. Bizə saniyə yazın. Müəllimə, orada tangens alfa bölü 2, 1 minus kosinus alfa bölünsün sinüs alfa bölü. 2 tane düsturu var da. Bir dənə onun var iki da tane müəllimə. Mən var. yetim birini yazmışam. Nə problem var? Düzdür, düzdür müəllimə, düz yazmış. Bax, sinus alfa, bizə dəqiqə müəllimlər, belə bir düstur da var. Yəni, orada yəqin ki, mən pintilik elədim, nəsə səhv oldu. Müəllimlər, sinus alfanı gətirib yerinə qoysan, onsuz da bilirsiniz də, arc sinusla onda bu bunu yeyir.
Sürətdə qalır 10/5. Çox güman ki, mən orada pintilik elədim, nəsə itdi gözümüzdən. Bax, burada da düz bucaqlı üst bucağı yazıram. Sinus nə idi? Qarşıdakı katetin betonuna nisbəti 169, 25, hadi bu da 12-dir. Aşağıda da 1 plus kosinus alfa. Müəllimlər, 1 üstə gəlsin. Kosinus alfa nədir? 13-də 12. Ay müəllimlər, mən yetim düz yazmışam axı. 13-də Müəllimə, valla o elə bir Müəllimə, orada bəyəm çıxma 12-də işarətidir. 12. O da 5-də 1 eləyir. Müəllimə, 13-də mən 5. 5-də 1 aldım axı. Bir dəqiqə 13-də 5. Müəllimlər, bir dəqiqə mənim gözlüyün olar. Mən də bayaq belə yazdım axı. 13-də 25. Müəllimə, Mən 13-də mən 25 tam səhv eləmişəm. Bayaq deyirəm də mən hardasa pinti yazdım. Yoxsa düsturu düz yazmışam. Hesab səhv elədim hardasa. Bu 13 ilə bu gedir. Üstə bir anlayışda. Təbii şurada mən düz yazmışam. Düsturu. Prosta hardasa hesablayanda yəqin səliqəsiz pinti yazdıq, itirdik. Müəllim, siz 25-də 12 yazmışdınız. O 12 Müəllimə, harada? bəyəm 13-də 12 yerini səhv yazmış. Hə, ola bilər. Texniki səhvdir. Texniki nasazlıq. Müəllimlər sonra. Sinus pi bölü 2 90-da sinus nə dəyişir? 2 sinus alfa. Neyse bu şey nəsə verir mənə. Bir yana. 2 sinus pi bölü 2 90-da 90 minus alfa düşür birinci rübə. Birinci rübdə müsbətdir. Adını dəyişir 2 kosinus alfa. Burada da pi minus alfa düşür ikinci rübə. Ad dəyişmir olur sinus alfa. Müəllimlər bu əslində sinus 2 alfanın açılışıdır da. Sinus 2 alfa çıxaq. Sinus 2 alfa. Müəllimlər cavab 0 elədi. Yazmışdınız? Bəli, müəllimə. Müəllim. Amma bu gün xeyli işlədi ya müəllimlər. Gör saat neçədən oturmuşuq? Saat 10-dan. 3-ə işləyib müəllim. Ay Allah. Müəllimə, hər axşam belə işləyək, nə olar bizdən. Müəllimlər, ev tapşırıqlarını bilsiz necə eləyin? Gün üzü, məktəbdə, tənəffüsdə, avtobusda, boş dərsdə. boş dərsdə, ondan sonra yemək yeyəndə bir əlinizdə qaşıq, bir əlinizdə qələm. Elə belə eləyirdim. Motiv verəndə uşaqlara. Siz orada eləyin. Hatta o qədər yatanda yuxunuzda, nə bilim. Müəllim, eləyirik onsuz da. Valla əslində məndən daha da məsuliyyətli olursunuz. Məncə daha yaxşı işləyirik. Baxın da kimin rəisi könüllüdür bu əlavə dərs. Əladır belə. Müəllimə. Belə oturaq, əla. Sağ olun müəllim. Bu vaxtda deyirdi ki, Arzu müəllimə, siz yatın sonra mən yatacam. Birdən deyir mən yataram, siz dərsə YouTube-da dərs açarsınız, mən qalaram. Mən yatızdırırdı, sonra yatırdı. Müəllimlər, evə verirəm. Deməli, faiz toplu. Güclülər bilir də güvən yazacaqlar. O birlərə problem yoxdur. Yəni, onsuz da onlara qeyri-adi gəlməz. Faiz toplu təklər. Açıq suallar istəmirəm. Toplu tək. Arzu müəllim, güvən hansı nəşriyyatdır sizdəki? Müəllimə, təzə çıxanda Neçənci ildir? keçəni çıxan. Всё. Məndə 21-ci ildir. Yaxşı, müəllimə. Müəllimə, məndə 2024-də ona yaz. Bura qədər dəyərli müəllimlərimiz, gecə saat 3-ə işləyib, 8 dəqiqə, gecəniz xeyrə qalsın. Kimlər bizim sürət qruplarımıza qoşulmaq istəyirlərsə gəlsinlər. Amma bir şey unutmayın ki, biz gecə-gündüz çalışırıq. Məqsədimiz uğur qazanmaq, yaxşı bal toplamaqdır. Aprel sürət qrupumuz var. Mövzu faizdəyik, gələ bilərsiniz. Növbəti sürət qrupumuz isə may ayının 1-də açılacaq. Orada sınaqlar və Müəllimə, siz burdasınız. kitablar işləyəcəyik. Sağ olun, sağlıqla qalın. Allah amanında görüşərik. Aprel Arzu qrupumuza isə müəllimə, qoşulmaq nəsə istəyən müəllimlər yazacaqdım isə qoşula bilərlər. Mən